Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şahliye sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Allahumme allimna ma yenfa'una ve enfa'na ma allamtana ve zidna ilma ba'd. Aziz kardeşler, biz geçen dersimizden hatırlayırsanızsa şeyhin Müslümanı şirk əhlindən seçən 4 məsələ kitabının tədrisinə başladıq. Yəni, bu balaca bir kitabçadır. Yəni, birinci məsələni götürdük keçən dərsimizdə və dedik ki, birinci məsələ nə idi? Allah Azze və Cəllə insanları boş yerə yaratmayıb. Allah Azze və Cəllə yaradıb ki, nədir? Və onlara Peyğəmbər göndərib, onlara kitab nazil edib ki, o göndərdiyi Peyğəmbərin sallallahu aleyhi ve sellemin yoluna tabi olsunlar. Və kim ona itaət eləyərsə cənnətə daxil olar, kim ona asi olarsa cəhənnəmə daxil olar. Biz keçən dərs bu qaydanı götürdük. Bugünkü qaydada deyir ki, ikinci məsələdə deyir ki, "Əs-saniyə ənəhu subhanahu ma xalaqal xalqa illə liya'buduhu vahdah, muxlisin lehu'd-din." Allah subhanahu və Teala yaratdıqlarını yalnız özünə ibadət etmək üçün yaradıb. Ki, dini ixlasla ona aid edib, ona ibadət etsinlər. وَالدَّلِيلُ عَلَى ذَلِكَ قَوْلُهُ تَعَالَى Buna da dəlil Allah Azze və Cəllənin bu ayəsidir ki وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yarattım. Və qalə, başqa ayətlərdə buyurur ki وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللّٰهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاءَ وَيُقِيمُوا الصَّلَاةَ وَيُؤْتُوا الزَّكَاةَ وَذَلِكَ دِينُ الْقَيِّمَةِ Və Allah Azze və Cəllə başqa ayətdə buyurur ki onlara yalnız əmr olunan bu oldu ki dini sırf Allaha aid edib, ixlasla ona ibadət etsinlər. Namaz qılıb, zəkat versinlər, doğru düzgün olan din də budur. Qayda bundan ibarətdir. Yəni, bunun açıqlaması şərhi qardaşlar nədir? Yəni, şeyx bu qaydada izah eləmək istəyir ki, yəni, ibadət birinci qaydada nədən danışırdı? Sən boşuna yaradılmamısan, ibadət etməlisən, Peyğəmbər s.ə.və tabi olmalısan. Bu qaydada deyir ki, ibadəti edəndə diqqətli ol. Adam var, deyir, elhamdülillah, mən ibadət eləyirəm. Lakin ibadətdə ixlasla xələl gəlir. İxlasla xələl gəlir. Birincisi, ya şeytan onu böyük şirkə salır, bacarmasa onu kiçik şirkə salır. Və burada şeyx bunu izah eləmək istəyir ki, tövhidə, ixlasa, ibadətdə ixlasa diqqət etmən lazımdır. Çünki sənin yaradılış qayən səni yaradan Allaha ibadət eləməkdir, onu təkləşdirməkdir. Çünki səni yaradan, sənə ruzi verən, sənə bütün nemətləri bəxş edən odur, ibadəti ona etməlisən, insanlar üçün deyil. Allahdan başqasına qurban kəsilməz, Allahdan başqasına nəzir verilməz, Allahdan başqasından yardım dilənməz, Allahdan başqasına səcdə edilməz, Allahdan başqasına insan təvəkkül etməz, Allahdan başqası Allah qədər sevilməz, Allahdan başqasından Allahdan qorxduğun kimi qorxmalı deyilsən. Bunlar hamısı ibadətlərdir. Və bunları da elhamdülillah biz hamısının şərhini ətraflı şəkildə yadınızdadsa 3 əsasda keçmişik. Ki, insanın təvəkkülü aləmlər Rəbbi olan Allah olmalıdır. Və ayəllahi fətəvəkkəlün kundum müminin. Allah təala buyurur ki, əgər möminsinizsə, yalnız Allaha təvəkkül edin. Adam var, sıxıntı gələndə, çətinlik yanında başlayır insanlara təvəkkülü artmağa, Allaha təvəkkül zəifləməyə. Və yaxud əlində olan hər hansı bir şeyin çıxmağını Allaha deyil, hər hansı bir şəxsə bağlayır. Bu, təhlükəli bir şeydir. Təvəkkül özü bir ibadətdir. Qəlb ibadətlərindən, qəlblə olan ibadətlərdəndir. Və yaxud qorxu, Allah Azze və Cəllədən qorxduğu kimi və yaxud ondan daha betər şəkildə qorxur. Məsələn, deyirsən ki, filan and iç ki, bu şeyi sən etməmişsən, deyir, vallah, billah, mən etməmişəm. Deyirsən ki, məsələn, Hacı Əfəndiyə and iç, yox deyir, qorxuram. Niyə? Hacı Əfəndinin qorxusu qəlbində Allah qorxusundan daha üstündür. Şirk bu şirk deyilsə, nədir şirk? Şirk illa da gedib,
Yəni deməkdirmi ki, filan kəs yaradır, filan kəs ruzi verir? Xeyr. Aydındır mı? Yəni sənin o Allahdan başqasından olan qorxun Allahı olan qorxun kimi və ya ondan daha betərdirsə, artıq nədir? Sən Allaha şərik qoşubsan. Qorxu bir ibadət. Allah təala deyir: "Fəla təxafuhum və xafuni." Onlardan qorxmayın, məndən qorxun deyir. Haqq hesabı çəkən odur. Əzab sahibi odur. Ondan qorxacaqsan. Həmçinin sevgidə Allaha şərik qoşurlar. Allahdan başqasını Allah kimi sevirlər. Necə ki Allah buyurur ki: "Və minən-nas men yettexidu min dunillah endaden yuhibbunhum kehubbillah." İnsanlardan bəziləri var ki, Allahdan başqasını özlərinə ortaqlar tuturlar. Nədə ortaq tuturlar? Yuhibbunhum kehubbillah. Onları Allahı sevdikləri kimi sevərlər. Yəni Allah onu adlandırdı, Allaha şərik qoşmaq adlandırdı. Sevgidə deməli onlar Allahı sevdikləri kimi sevdiyinə görə Allah onların adlandırdı. Onu Allaha ortaq qoşmaq adlandırdı. وَالَّذ۪ينَ آمَنُوا اَشَدُّ حُبَّا لِلّٰهِ İman edənlərin sevgisi isə daha şiddətlidir. Yəni وَمِنَ نَسْ مَنْ يَتَّخِذُ مِنْ دُونِ أَنْدَادًا يُحِبُّونَهُمْ كَحُبِّ اللّٰهِ Allahı sevdikləri kimi sevərlər. Ayənin təfsirində racih görüş odur ki, doğru olan təfsir odur ki, yəni onlar Allahı necə sevirlər, bütlərini də Allahdan başqa ibadət etdiklərini də o şəkildə sevərlər. Təzim olan sevgi var. Yəni insan sevgi bir neçə qismə bölünür. Birinci ibadət sevgisi, hansı ki o Allaha olan sevgidir. İkincisi vacib olan sevgi Allah üçün sevməkdir. Peyğəmbərləri, sahabələri, salihləri. Üçüncüsü, sevginin üçüncü qismi icazəli təbii sevgidir. Hansı ki insan məsələn, insanın təbiətində var ki, malı, pulu sevir, övladını sevir, həyat yoldaşını sevir. Bu təbii olan sevgidir. İnsanın özündən yaxud valideyni, hətta hansı dində olur olsun, yəni valideyn sevgisi və övlad sevgisi onun qəlbində olur. Bu təbii olan sevgidir. Dördüncüsü, haram olan sevgidir. Dünya işinə görə sevilməsi haram olanları sevmək, kafirləri sevmək. Hər hansı futbolçunu sevir. Və hər hansı bir kafirin hər hansı bir əməllə görə sevir. Ondan, bu nədir? Haram olan sevgidir. Beşincisi də şirk olan sevgidir. O da nədir? Allahdan başqasını Allah Azza və Cəllə kimi və yaxud ondan daha çox sevməkdir. Ondan daha çox sevməkdir. Və bu da şirk olan sevgidir. Hansı ki, Allaha aid olan sevgini Allahdan başqasına da verir. Hətta o saydığımız digər sevgi, məsələn, təbii sevgi bəzən o şirk sevgiyə girə bilir. Necə ki, alimlər deyirlər ki, necə girir? Məsələn, insan dedik ki, həyat yoldaşını sevə bilər. Bu təbii sevgidir. Bu sevgidə sadəcə həddi gözləyirsən. Oradan bir də eşidirsən ki, müəzzin deyir, hayyə aləs-salə, hayyə aləl-fələh. Əzanı eşidirsən. Arvad deyir, hara gedirsən? Deyirsən, ya, bunu könüllü qılmayayım, getməyim. Rəbbivə cavab vermirsən, kimə cavab verirsən? Buna cavab verirsən. Deməli, bunun sevgisi sənin qəlbində Rəbbinin sevgisini ötüb ki, sən bunu edirsən. Bax, bəzən insan hətta diqqət etmədiyi, baxın, çox adam bəlkə də bu incəliyə fikir vermir. Bu halda görün hansı hala düşür. Yəni sevgidə həddini necə aşır. Rəbbinin dəvətinə deyil, həyat yoldaşının dəvətinə. Həyat yoldaşı şərt deyil, hətta dostları. Deyir, hara gedərsən? Məsələn, oturmuşdur çörək yeri, məsələn, kənddə azan verilir. Deyir, oturur çörək yeri, hara gedirsən? Deyir, dostlarımdır, neçə vaxt bunları görmürəm. Əziz, sevdiyim insanlardır. Təhlükəli bir şeydir, qardaşlar. Onlara olan sevgidən və s. Bu, insan bunu tərk etməlidir. Bunlar hamısı ibadətdir. Bunların hamısı Allah üçün olmalıdır. Və həmçinin, qardaşlar, ibadətin digər növlərindən, məsələn, bu qəlblə olan ibadətlər idi. Əməldə olan ibadətlər, Allahdan başqasına qurban kəsmək, Allahdan başqasına nəzir vermək.
Bunlar nədir? Hamısı ibadətdə olan şirklərdir. Hansı ki, Allah səni bunun üçün yaratmayıb. Dini yalnız ona aid etmək üçün yaradıb. Yalnız onu ibadətdə təkləşdirmək üçün yaradıb. Əməllərdən qəbul olan bu olacaq. Allah Azze və Cəllə buyurur ki, وَقَدِمْنَا إِلَى مَا عَمِلُوا مِنْ عَمَلٍ فَجَعَلْنَاهُ هَبَاءً مَنْثُورًا Qiyamət günü onların elədiyi əməllərin önünə keçib onu sovrulmuş külə çevirəcəyik. Əməl külə çevriləcək. Niyə? Çünki Allah üçün deyildi. İxlasla deyildi, Allahdan başqası üçün idi. Çünki Allahın tək bağışlamadığı günah, qardaşlar, nədir? Şirkdir. İnna Allah la yaghfir en yushraka bih və yaghfiru ma dun zalika limen yasha. Allah ona şərik qoşanı əsla bağışlamaz, ondan aşağısını istədiyinə bağışlayar. Və laqad uhiya ilayka və ilellezina min qablika la in əşraqta la yahbatanna amaluka və takunanna minel khasirin. Allah Azze və Cəllə başqa bir ayədə buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləmə artıq sənə də vəhy olundu. Səndən öncəkilərə vəhy olundu ki, Allaha şərik qoşsan, sənin bütün əməllərin batil olar və axirətdə də ziyan çəkənlərdən, xusrana uğrayanlardan olarsan. Təsəvvür elə, haşa, Peyğəmbər sallallahu əleyhi və səlləmə şirk baş versəydi, onun bütün əməlləri batil olardısa, başqalarının halı necədir? Ona görə müsəlman bilməlidir ki, ən təhlükəli şey şirkdir. Allah Azze və Cəllənin tək əfv etmədiyi şey şirkdir. Ona görə bütün ibadətlərini Rəbbinə aid etməlidir. Duasını ona aid etməlidir. Çünki dua bəziləri elə zənn edir, duanın ibadətlə nə dəxli var deyir. Dua, Peyğəmbər sallallahu əleyhi və səlləm, "Dua huvəl-ibadə." Dua ibadətin ta özüdür deyir. Və Allah Azze və Cəllə buyurur ki: "Və qala rabbukum ud'uni astajib lakum. İnnellezina yestekbiruna an ibadati sayadkhuluna cehenneme daxirin." Rəbbiniz buyurur ki, mənə dua edin, sizin dualarınızı qəbul edim. Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər. Allah Azze və Cəllə ayənin əvvəlində nə dedi? Dua. Axırında nə dedi? İbadət. Deməli, dua nədir? İbadətdir. İbadətdirsə onu Allahdan başqasına etmək şirkdir. Ya falan kəs, kömək ol desən, Allah Azze və Cəllənin, yalnız onun qadir olduğu şeyi Allahdan başqasından istəsən, artıq duada Allaha onu ortaq qoşmuş olursan. 100 də etiqad et ki, mən də bilirəm yaradan Allahdır, ruzi verən Allahdır. O qədərdir ki, Məkkə müşriklərdə deyirdi. وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضِ لَيَقُولُنَّ اللّٰهِ Onlara desən ki, soruşsan ki, göyləri, yeri kim yaradıb? Deyəcəklər ki, Allah. Amma çağıranda kimi çağırdılar? Bütləri çağırdılar. Deməli, o etiqad onlara fayda vermədi. Allah qatında fayda verən etiqadı nədir? Allah Azze və Cəlləni əməlində də təkləşdirmək. Bütün ibadətlərin hamısını Allaha aid etmək. Və insan bunu öyrənməlidir, tövhidin bu qismini öyrənməlidir və şirki bilməlidir ki, əməllərini qoruya bilsin. Və bəzən olur ki, müsəlman bunu öyrənir, ibadətini edir. Lakin şeytan başqa iki qapı tapır. O qapılardan biri nədir? Əməlinlə dünyanı istətmək. Ahirət əməli ilə dünyanı istəmək. Allah üçün eləyir. Namaz qılır. Bütə qılmır. Nə bilim, hər hansı bir övliyə filan kəsə qılmır, Allah üçün qılır. Qurbanlıqda qurbanını kəsir. Ramazan orucunu tutur, müsəlmandan yana gəlir, təravihdə iştirak edir. Lakin, misal üçün, dünya arzuluyur. Məsələn, bilir ki, bu filan toplumda getsə, onlarla bir səhvdə daima namaz qılsa, orada çox imkanlı adamlar var, bunu vəzifəyə qoyacaqlar. Ya bunu işlə təmin eləyəcəklər. Və yaxud, məsələn, bəzi ölkələrdə adətdir. Məsələn, Saudiyədə belə bir adət var. Məsələn, birinin qızına elçi düşürsənsə, qız sahibi gəlir, sənin məhlənin, belə dedim, yaşadığın məhlədə olan məscidin imamına o uşağın haqqında, din istəyənlər də, yəni o uşaq haqqında nə bilirsin? O da deyir ki, maşallah, həmişə birinci səhvdə görürəm, 5 vaxt namazı cəmaatdadır. Yəni, dinini soruşur, bu şəkildə öyrənirlər. Sən də bilirsən ki, elçi düşdüyün insan gəlib, sənin məscidinin imamından soruşarsan, ömrü boyu məscidin qapısını cümədən cüməyə açan adam, elçilikdə bir ay qalmış, başlayırsan 5 vaxt namazı birinci səhvdə qılmağa. Niyə? Soruşulanda sənin haqqında yaxşı deyilsin deyə. Bu əməlinlə dünyanı istəməkdir. Allah Azze və Cəllə buyurur ki, "Mən kana yuridu hayatad dunya və zinataha nuvaffi ileyhim a'malahum fiha və hum fiha la yubxasun." Allah Azze və Cəllə bu ayədə deyir ki, kim ki əməlləri qarşısında dünya həyatını və onun bərbəzəyini istəyərsə, onlara istədiyi verilər, onlardan heç nə azalmaz. Onların deyir, axirətdə
Ateşdən, cəhənnəmdən başqa heç bir payı yoxdur. Etdikləri bütün əməllər puç olar və əməllərin hamısı batıl olar. Əməl puça çıxır. Niyə? Əməlinlə dünyanı istədi. Dünyanı qəsd edir. Məqsədi önemli. Və yaxud hər hansı bir işi görür. Deyir, mən bilirəm, dini oxuyub, dindən xəbəri var məsələn. Bilir ki, Allah Azə və Cəllə Quran-ı Kərimi oxuyub, elmi var. Quranda altında ki, وَمَا أَنْفَقْتُمْ مِنْ شَيْءٍ فَهُوَ يُخْلِفُ. Allah yoluna nə xərcləsəniz, Allah ona vəzini verəcək. Bilir ki, sədəqə malı, həmçinin Peyğəmbər s.ə.v buyurur ki, sədəqə malı yalnız azaltmır, yalnız artırır. Bunu bilir. Deyir, daha çox mal əldə eləmək üçün nə verəm, sədəqəni çoxaltmalıyam. Savab, önəmli deyil, savab nəyimə lazımdır. Əsas çoxalacaq malım, çoxalacaq amma çoxalacaq. Sədəqə verir. Çoxalır. Çünki Allah Teala vəd edib Quranda ki, onların əməlləri istədiklərindən heç nə azalmayacaq. Amma axirətdə heç bir payı yoxdur. Görün, şeytan hansı qapıdan girir? Allah üçün deyil. Yəni, çünki sənin sədəqə verəndə məqsədin malının çoxalması deyil, Allah Azə və Cəllənin rizasıdır. Mal onsuz da çoxalacaq. Amma sənin sırf məqsədin bu olanda savabdan məhrum olursan. Bu axirətdə deyir, onların cəhənnəm ateşindən başqa heç bir payı yoxdur. Bax, dünya əməlini istəmək budur. Və yaxud məsələn deyək ki, müsəlmanlarla məsəl üçün o bəzi ölkələrdə ki var, deyir adam həccə gedir. Niyə görə? Çünki bilir ki, ölkəyə qayıdandan sonra həcci filankəs adı ilə ona çox qapılar açılacaq. Dükanında yazılanda həcci filankəs filan, artıq ona nədir? Çox qapılar açılacaq. İnsanlar ona indiyə qədər buna etibar etmirdilər, ticarətdə yaxşı aldada bilmirdi. Amma həcci filankəsin dükanı adından olacaq, daha çox insan aldada biləcək. Əməli ilə dünyanı istəməkdir. Hətta aldatma olmasın. Heç aldatmır. Sırf dükanın gələndən sonra adını dəyişib həcci filankəs qoyum deyə həcə gedib gəlirsə, ki, daha çox müştəri gəlsin, aldatmaq filan yoxdur. Halal ticarətini eləyir, amma sadəcə daha çox müştəri cəlb olunacaq. Bu da əməli puça çıxarır. Batil olur o əməl. Şeytanın daxil olduğu deməli ikinci. Bir də şeytanın daxil olduğu üçüncü qapıdır. Bunlar ikincilərdən daha səfehdilər. Onlar kimlərdir? Əməli riya ilə edənlər, göstəri ilə edənlər. İkinci qism göstəri filan deyil. İkinci qism dünya qarşısına məqsəd qoyub, dünyanı qoyub. Üçüncü qism isə dünya da umurunda deyil. Əsas odur ki, insanlar tərifləsin. Əməli göstəri üçün edir, insanlar desinlər deyə. Necə ki, o dəfələrlə danışmış Əbu Hureyra radiyallahu anh hədisini Peyğəmbər s.ə.v xəbər verir ki, qiyamət günü ən birinci hesaba çəkilənlər 3 sinif insan olacaq. Səhih Müslimdə keçən hədisdir. Birincisi Allah Azə və Cəllə elm sahibini çağıracaq. Ona dünyada verdiyi nemətləri xatırladacaq və deyəcək ki, bunun qarşılığında nə etdin? Deyəcək, ya Rabbi, təalləmtu fikəl ilmi və əlləmtuhu və qara'tu fikəl Qur'an. Ya Rabbi, sənin üçün elm öyrəndim, öyrətdim və sənin üçün Quran oxudum. Yəni, hafiz oldum. Adam elm öyrənib, öyrədib, hafiz olub. Lakin, Allah Azə deyir, kəzəbdə, yalan danışırsan. Niyə yalan danışırsan? Sən deyir, elm öyrəndin, öyrətdin ki, sənə alim desinlər. Hafiz oldun ki, sənə nə gözəl qari de desinlər. Yəni, əməl var. Lakin niyyəti desinlərdir. Və qad qeyl, və bu sənə deyildi. Yəni, istədiyi dünyada aldın. Sonra Allah Azə və Cəllə əmr edəcək, üzü üstə cəhənnəmə atılacaq. Çünki ən şərəfli əməli Allahdan başqası üçün etdiyinə görə onun ən şərəfli, insanın ən şərəfli yeri harada? Üzü. O günü üzü yerdə sürünəcək və üzü üstə cəhənnəmə atılacaq. Və bu hədisi Əbu Hureyra radiyallahu anhu Peyğəmbər deyir ki, Qalə Rasulullah, haddəsənə Rasulullah sallallahu aleyhi ve sellem deyərdi, əvvəl mə yuqdan nəs, yəni qiyamət gün ən birinci aralarında hökm verilən insanlar 3 sinif insandır, deyərdi hədisin əvvəlini və bayılardı. Hədisin əvvəli belə başlayıb Sahih Müslimdə. Ağlayardı, bayılardı. Hədisi 3 dəfə, 4 dəfə Əbu Hureyra danışmaq istəyir, ağlayır, bayılır, ağlayır, bayılır hədisin dəhşətindən və axırda hədisi danışır. Bu əzəmətli bir hədisdir. Və deyir, ikinci deyir, kim olacaq? Döyüşdə öldürülmüş insan, Allah Azə və Cəllə onu gətirəcək, ona verdiyi nemətləri xatırladacaq. Deyəcək, ya bunun qarşılığında nə etdin? Deyəcək, ya Rabbi, sənin yolunda vuruşdum,
ta ki şəhid oldum. Allah Azze ve Celle deyəcək, yalan deyirsən. Sən vuruşdun ki, sənə nə şücayətli, nə qorxmaz insandır desinlər. Və sənə şəhid desinlər. Və bu da sənə deyildi. Dünyada şəhidlik adını almaq idi. İnsanlar sənə şəhid deyə çağırsınlar, yaxud qorxmaz, şücayətli, mücahid desinlər. O da sənə deyildi. Allahın kəlməsini uca tutmaq üçün deyil, insanlar şəhid desinlər deyə vuruşdun. Və sənə deyildi, sonra o da üzü üstə cəhənnəmə atılacaq. Sonra üçüncü, varlı, zəngin bir insan gətiriləcək. Allah Azze ve Celle ona da verdiyi neymətləri xatırladacaq. Bunun qarşısında nə etdin? Deyə soruşduqda, qul deyəcək, ya Rabbi, elə bir xeyir qapısı olmadı ki, mən ora xərcləməyim. Elə bir xeyir qapısı olmadı ki, ora xərcləməyim. Yəni, nə deməkdir? Görüb ki, məscid tikilir, məscid tikib. Görüb yol çəkilir, yol çəkib. Kitab çap olunur. Hər xeyir qapısına xəstə yardım edib, yetimə, kasıbə, hər kəsə. Lakin hamısında niyyət nə olub? Allah rızası olmayıb. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, sənin üçün elə bir xeyir qapısı yoxdur ki, ora xərcləməyim. Allah Azze ve Celle deyəcək ki, yalan danışırsan. Sən etdin ki, sənə bu nə səxavətli, nə əli açıq insandır desinlər deyə etdin. O da sənə deyildi, sonra üz üstə cəhənnəmə atılacaq. Bu hədis həqiqətən əzəmətli hədisdir. Bizə xəbər verir ki, insan bəzən niyyətinə diqqət eləmir və əməl puça gedir. Əməl puça gedir və Peyğəmbər sallallahu əleyhi və səlləm başqa bir hədisdə, hədis-i qudsidir. Hədis-i qudsidə Allah Azze ve Celle'dən nəql ilə Allah Azze ve Celle buyurur ki, hədis-i qudsidə Ənə əğnə şürəkə anişşirk. Mənə qoşulan şəriklərdən ehtiyacsızam. Mən amilə amələn əşrəkə fihi mə'iyyə qeyri tərəqtuhu və şirkə. Kim bir əməl edərsə o əməldə başqasını mənə şərik qoşarsa, onu da onun şirkinə tərk edərəm. O əməl qəbul olmayacaq. Niyə? Çünki Allah üçün deyil. Allah üçün olmadısa, o əməl sahibinin üzünə çırpılacaq. Fayda verməyəcək Allah qatında. Əməl Allah üçün olanda, ixlasla olanda, o zaman sahibinə fayda verər. Və bəzən olur ki, şeytan bunu da bacarmır, sənə riyaya sala bilmir, göstəriyə sala bilmir. Yəni, bəzi insanlar var ki, bütün əməlləri göstəridir. Bütün əməlləri göstəridir, onun halı bərbaddır. Çünki bu, əslən göstəri, riya, alimlər buyururlar ki, kiçik şirkə misal deyəndədir ki, yəsirur riya. Riyanın azı. Riyanın azı nədir? Kiçik şirk. Yəni ki, adamın 100 dənə əməli var, birində riyaya düşübdür. Allah həmişə Allah üçün edir. Bəzən olur ki, şeytan onu azdırır, riyaya salır. Bir də var, adam 100 əməli var, 100-ünü də riya ilə edərsə, bu artıq onun üçün kiçik, onun aslan münafiq olduğundan xəbər verir. Bütün əməllərini riya ilə edərsə, bütün əməllərində göstəri axtararsa, artıq o adamı nədir? Bu kiçik qala bilməz. Artıq deməli, bu böyük bir şirkdir. Adamın qəlbində Allah qorxusu yoxdur, bu bütün əməllərində şərik qoşur. O necə ki, məşhur bir misal var, gətirirlər, deyir, bir nəfər girir məscidə, dostları oturur, gəlir 2 rükət, namaz qılır, uzun uzadı, qılır, dostları deyir, bu da namazda olaraq. Sən deyir, nə gözəl namaz, bu nə gözəl, öz aralarında danışır, bu da eşidir. Bu nə gözəl namaz qılır, sələfin namazı kimi namazını uzadır, maşallah, danışırlar, bu danışdı da bu da uzadır. Qutarandan sonra çevrilir, deyir ki, xəbəriniz var, mən bugün oruç da tutmuşam. Artıq getdi. Namaz getmişdi, niyyəti namazın içində getmişdi, oruç da sonradan getdi. Yəni, niyyəti, ibadəti qorumaq asan şey deyil. Və bəzən şeytan buna qadir ola bilmir, qardaşlar. Yəni, bəzi insanlar elmlə, taqva ilə bunu qoruyur. Şeytan görür ki, sən əməli tamamlayana qədər sənə riyaya salmaq istəyir. Yəni, başdan əməli ilətdirməyə qoymur. Səni ya ən böyük şirkə salır, ondan sonra hansı əməl etsən də şeytanın umurunda deyil. Çünki bütün əməllərin batildir, böyük şirk sahibisən. Amma böyük şirkdən uzaqsan, tövhid amma kiçik şirkdə başlayır səni dünya məqsədlərinə yönəltməyə. Ona bacarmada kiçik şirkə salmaq istəyir, riyakarlığa salmaq, göstəriyə və s. buna salmaq istəyir. Bunu da bacarmadı, əməlin sonuna qədər vuruşur səninlə. Bacarmadı əməldən sonra. Əməldən sonra o əməli batil etmək üçün çalışır. Əməlini danışdırmaq istəyir. Danış, sən filan əməl elədin. Və yaxud etdiyin bir yaxşılıqdır, ona xatırlatmaq, insanlara danışmaqla, əziyyət verməklə, başa qalxmaqla batil elətirmək istəyir. Ona görə insan mükəlləf olduğu gündən ölən günə qədər, ruh boğazdan çıxana qədər şeytanla nədir? Mübarizədir. Çünki Allah Azze ve Celle buyurur ki,
o sizin ən açıq aydın, ən böyük düşməninizdir, deyir. İmam Əhmədin qıssasını bilirsiniz, danışmışıq onu bir iki dəfə. İmam Əhməd rahimehullah ölüm yatağında olanda artıq halı pisləşir və ətrafında olan insanlar başlayırlar İmam Əhmədə təlqin eləməyə. Deyirlər, la ilahe illallah deyir, la ilahe illallah deyir. İmam Əhməd gözü yumulu halı deyir ki, hələ yox, hələ yox. Və insanlar deyir, subhanallah, İmam Əhməd la ilahe illallah deyirik, biz deyir ki, hələ yox. Biz buna la ilahe illallah dizdirmək istəyirik, bu deyir, hələ yox. Və bir müddətdən sonra İmam Əhməd özünə gəlir. Deyirlər ki, biz sənə bunu dedik, sən niyə belə dedin? Deyir ki, o halın pisləşən anda da şeytan gəldi. Deyir ki, ey İmam Əhməd, sən mənə qalib gəldin. Son anda belə istəyir azdıra. Sən mənə qalib gəldin, sənə gücüm çatmadı. Dedim ki, hələ yox. Şeytana dedim ki, xeyr, hələ yox. Subhanallah. Və ondan sonra la ilahe illallah deyərək canını tapşırır. Baxın, qardaşlar, insan bəzən eləmi, qürurlanır, özünə razılıq gəlir. Elhamdülillah, mən artıq 50 ildir ibadət edirəm, 60 ildir ibadət edirəm, artıq mən belə deyək də cənnətə qarantiləmişəm, xeyr. İmam Əhməd kimi insan son nəfəsində, o sözü nədir? Şeytan deyir, demə ki, mənə ibadət elə. Deyir, mənə qalib gəldin. Demə ki, hə, qalib gəldin. Deyir, hələ yox. Subhanallah. Ona görə insan, qardaşlar, diqqətli olmalıdır və bilməlidir ki, yəni o Rəbbi üçün yaradılıb, o Rəbb özünü Rəbbinin xidmətində, qulluğunda görməlidir. O sən aciz bir qulsan və bütün əməllərin də sənin aləmlərin Rəbbi olan Allah üçün olmalıdır. Allah azə və cəllə istəyirəm ki, bizi işli faydalanlardan eləsin, eşli və yaxsına tabi olanlardan eləsin. Subhanəkə Allahümə bihəmdik, şədən lə ilə ilə də estəğfurukə və ətub ileyk.